Salam əziz dostlar. Biz hazırda Qobustan rayonundayıq. Diri Baba türbəsindəyik. Gördüyünüz kimi turistlərin də bura sıx-sıx gəldiyi yerdir. Gördüyünüz kimi burada yerləşən qədim məzarlıqlar da var ki, bu da Diri Baba türbəsinin tarixinin daha zəngin olmasından məlumat verir. Biz Diri Baba türbəsinə yaxınlaşırıq. Turistlər bura, əvvəllər burada turizm üzrə turistlərin az gəlməsi müşahidə olunurdu. İndi hazırda bax görürsünüz, turistlərin rahat hərəkət etməsi üçün bütün marşrut xəttləri yaradılıb. Ümumiyyətlə bir sözlə turizm üçün möhtəşəm işlər görülüb. Bax orada əvvəllər yox idi. İndi mağaralara çıxmağa belə yerlər qoyulub ki, gələn turistlər bu mağaralara çıxa bilsinlər. Biz sizlərə çalışacağıq ki, həmən mağaraları da sizə təqdim edək. Ümumiyyətlə, bura çox tarixi bir yerdir. Ha, çəkdirərik. Çöldə də çəkdirərik. Burada da. Buradan istifadə olunur ki, bu da təhlükəsizlik qaydalarına riayət edilməsi üçün nəzərdə tutulur. Əziz dostlar, hazırda biz mağaraya yaxınlaşırıq. Bax gördüyünüz kimi burada qədim yəqin ki yaşayış məskəni kimi deyim, nə kimi deyimsə, burada bax belə mağaralar mövcuddur. Bax belə bir yerlər mağarada mövcuddur. Bizim Səbuhi qardaşımız içəri girməyə qorxur. Evliya Çələbi məsələn burada olduğu vaxtda səyahətnamə əsərində yazır. O deyir ki, mən bura gələndə o Diri Baba ki deyirlər, yəni çürüməyən bədənindən dolayı onu Diri Baba adlandırıblar. Onu deyir öz gözlərimlə gördüm. Bədən deyir çürüməmişdi, saç saqqal ağ nurani formada. Hətta deyir gecə onun olduğu yerə, hücriyə, tasda su qoyurdular, səhər durub görürdülər o su yoxdur. Yəni, bəşəriyyət suallarla doludur. Belə bir şeylər mövcud olub, bəlkə indinin özündə də var. Amma insan burada incə bir məqamı unutmamalıdır ki, yaradan Allahdır. Buradan daxil olursan, buradan çıxardılar niyyət edənlər. Bax, niyyət yeri kimi. Bura belə deyə qəbul olunur. Bax, burada bunun işıqlanmasını hələ biz verməmişik, bəlkə də verə bilərik. Burada bax onların belə deyək, qədim yəqin ki saxlanıcı yerlərimi deyək, nə deyəksə belə bir yerlər də var. Biz sizlərə təqdim etdiyimiz hələ bunun bir hissəsidir. Ümumiyyətlə çalışacaq ki, video materialımızda da daha ətraflı məlumatlı Diri Baba türbəsi haqqında sizlərə geniş məlumat verək. Ümumiyyətlə tarixi məlumatları əldə etmək, bacardığım qədər paylaşım etmək mənim üçün çox xoşdur. Bu da bax, ocaq yeri kimi. Bax, ocaq yeri olub, nə olub? Belə bir şey. Ümumiyyətlə, Azərbaycanın tarixi zənginliyi çoxdur. Bax, bura çıxış biraz çox sərtdir. Pləkanları. Baxın, Səbuhi çıxır. Hazırda biz Diri Baba türbəsinin ikinci mərtəbəsindəyik. Gördüyünüz kimi çox tarixi zəngin bir türbədir. Ümumiyyətlə Diri Baba türbəsində çox geniş məlumatlar var. İnternet resurslarından da girib daha ətraflı məlumat əldə edə bilərsiniz. Bugün Diri Baba türbəsinə növbəti illərdən fərqli olaraq yetəri qədər turist sayı cəlb olunur. O da bizim tariximizi xarici vətəndaşlara daha rahat çatdırılır. Biz də istədik ki, sizlər üçün kiçik də olsa aldığımız məlumatı sizlərlə paylaşaq. Hazırda biz Diri Baba türbəsində ziyarətgah yerinə daxil olduq.
Əsl.